44 günlük Vətən müharibəsinin qəhrəman igidləri Süleymanov Füzuli Bahadıroğlu və Qurbanlı Elvin Mehmanoğlu'nun anım günüdür bugün. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد ruhuna Allah rəhmət eləsin. Sizlər də hər zaman olduğu kimi Tovuz Turan şəhid ailələri birliyi olaraq şəhidlərimizin ziyarətində oluruq. Allah hər birinin məkanını cənnət ruhunu şad eləsin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إذا الشمس كورت وإذا النجوم انقدرت وإذا الجبال سيرت وإذا العشار عطلت وإذا الوحوش حشرت وإذا البحار سجرت وإذا Amin inşallah. Tovuz rayon qəhrəman igidlərinin əzizləri, doğmalarıdır. Hər biri qəhrəman valideynlərdir. Çünki o qəhrəman oğulları yetişdirən elə bu qəhrəman atalardır, analardır. Hər birinin qarşısında baş əyirəm, əllərindən öpürəm analarımızın, atalarımızı bağrıma basıram. Allah hər birinə uzun ömür, can sağlığı versin. Çünki bizim üçün canından, qanından keçmiş oğulları gördüyünüz bax bu atalar yetişdirib, bu atalar tərbiyə eləyib. Hər biri bizim üçün bir qəhrəman valideyndir. Allah səbirlərini versin. Allah yerdə qalan evladlarından ürəklərini sevindirsin. Özlərinə də möhkəm can sağlığı arzu edirəm. Allah səbirlərini versin. Yenə də qeyd edeyim ki, bugün qəhrəman şəhidlərimiz olan 44 günlük Vətən müharibəsinin igidləri Süleymanov Füzuli Bahadıroğlu'nun və Qurbanlı Elvin Mehmanoğlu'nun bugün anım günüdür. وما هو بقول شيطان الرجيم فأين تذهبون إن هو إلا ذكر للعالمين لمن شاء منكم أن يستقيم وما تشاءون إلا أن يشاء الله رب العالمين صدق الله. Cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Bu günlər hər kəs bilir ki, şəhidlərin günüdür, anım günləridir. Bütün ölkədə anım günləri qeyd olunur, şəhidlərimizin ziyarətində olunur. Ziyarete gelenler çok. Baş olur içeriden biraz seyreler ki gelin biz çıkar arkadan gelen. Ağır izdihamdır. Allah səbirlərini versin atalarımızın, analarımızın. Bugün Tovuz rayonu Aşağıquşçu kəndində 2 şəhidimizin anım günü qeyd olunur.
Allah sen şəhidlərimizin ruhunu şad eyləsin. Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hal-hazırda Tovuz rayon Quşu kəndindəyik. Aşağı Quşu kəndində iki şəhidimizin günləri anım günüdür. Füzuli, Elvin. Hər ikisinin ailəsinə Allah'tan səbir diləyirik. Çünki çox ağır bir dərddir bu itki, çox ağır bir itkidir. Şən olsun. Millətimizə şən olsun, əhaliyə dəyər verənlərə. Gün şəhid ailəsinin yanında olan insanların hər birinə təşəkkürümü bildirirəm ki, bu ağır gündə, bu acılı gündə, bu gün hansı şeylə bir gündür ki, şəhidin ailəsinin gözü hər kəs axtarır. Yəni belə bir gündə ailə hər kəs axtarır, hər kəsdən umur. Şən olsun millətimiz, cəmiyyətimiz. Ailəni tək qoymayın. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamlarımızda məkanlar cənnət olsun. Cəmi şəhidlərimizə məkanlar cənnət. Bütün ailələrə, xastalara, səbir diləyirəm. Can sağlığı Allah canlarını sağlığı olsun ki, bu şəhidlərimizi yad eləməyə ayaq üstədir. Bir-birimizə dayaqdıraq, bir-birimizə kömək olaq. Həmişə bir yerdə olaq, onlar deyil. Allah sən şəhidlərimizə bugün biz Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Aşağı Quşu kəndində şəhid olan şəhidlərimizin ziyarətinə gəlmişik. Bu şəhidlərdən 2 nəfərin günün dönümüdür. Şəhidimizin Elvin Nəfizulinin valideynin yanında olmağı, valideynin dərdinə şərik olmaq üçün biz buradayıq. Bu tək bizim vətəndaşlıq borcumuz yox. Bugünkü gündə bu əmin-amanlıq şəraitini yaradan bu evlatlara bütün Azərbaycan xalqı hamısı, hər biri bunlara borçludur ki, bunları yad eləsinlər, valideynlərin yanında olsunlar, valideynlərə təsəlli versinlər. Valideynlərə ayrı başqa nə lazımdır? Başqa heç nə lazım deyil. Valideynlərə təsəllidən başqa heç bir şey deyil. Valideynlər onsuz da vətən üçün verdiklərini verdilər, şəraiti qoydular. Çox şükürlər olsun ki, bu vətənpərvər oğullar Ali Baş Komandanın ətrafında birləşdilər. Dəmir yumruğunu yaradı. Bu dəmir yumruğun sayəsində kafirlər olurlar, bizim düşmənlərimiz neçə illərdən bəri bizim hər bir şeylərimizə əxlamış, tapdalamış, bizi zəif bir millət kimi sarsmışdır. Bu oğulların sayəsində dəmir yumruq əməliyyatını həyata keçirdilər. Onlar düşmənin başını əzdilər. Onlara bizim nəyə qadir olduğumuzu göstərdilər. Onlar indiyə qədər bizi həmişə əli yalın xalqımızı silahlanıb işgəncələr vermişdilər. Olmazın oyunlarını açmışlar. Bu oğulların sayəsində biz bu günləri düşməni başını əzmişik, torpaqlarımızı işğaldan azad eləmişik, 30 illik təsərrüatlanan torpaqları. Ölkə başçısının dediyi kimi onlar bizim nəinki ərazi bütövlüyümüzə, hətta bizim sınmış qürurumuzu belə bərpa edərlər. Buna görə buna bütün ölkə vətəndaşları hamısı borçludur ki, onları yad eləsinlər. Sağ olsun. Ali Baş Komandanımız var olsun, dövlətimiz yüksəklikdədir, bayrağımız yüksəklikdə dalğalansın. Ailələrə səbir diləyirəm, qazilərə şəfqət diləyirəm. Müharibə iştirakçılarına sağ ol deyirəm ki,
yaxşı ki varsınız. Belə oğulları olan dövlət heç vaxt alçalmış dövlətlərdən olan həmişə yüksəklikdə olmalıdır. Bu dövlətimizin bayrağı həmişə yüksəklikdə olmalıdır. Sağ olun, var olun. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Rəhman elə, Allah səbir versin, Allah dözüm versin. Biz dözümlü olmalıyıq, şoklarımızı yaşadık. Allah səbir versin, siz də Allah var eləsin, Rəhman Ali. Həmişə kim yanımızdasınız, bilməz qalın. Təşəkkür edirəm. Allah səbir versin, Rəhman Ali. Biz dözümlü olmaq lazım. Allah şəhidlərimizə rəhmət eylesin, yerləri cənnət olsun. Biz valideynlərə də səbir versin ki, balalarımızı yaşadaq, həmişə şəhidlərinə ömür versin. Amin. Qazilərimizə də can sağ. Biz yaşamasaq bizim balalarımız yaşamaz. Şəhidlərimizə Allah rəhmət eylesin. Mekanları cennet olsun. Vallahi deyiləsi söz yoktur. Allah sabır versin. Allah dözüm versin şəhid ailələrine. Sağ ol. Amin inşallah. Buyurun. Şəhidlərimizə Allah rəhmət eylesin. Şəhid valideynlərinə Allah səbir versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Ömrümüze yaşıyorsan, yaşadığına ayırdık seni. Dostların da, qohumların da. Allah onu şad etsin hər iki şəhidimizin. Allah yerlərini cənnət etsin. Allah ailələrinə səbir versin. Çox çətindir bilirəm. Adam bilmir hansına üzülsün, hansına ağlasın. Hər iki ailənin özünə görə dərdi çəkilməzdə şəhidlər unudulmur heç vaxt. Bizim də borcumuz onları yaşatmaq, daim ziyarət etmək. Allah sizlərdən də razı olsun. Allah səbir versin hər birinizə. Buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elbül balamızdan, Füzuli balamızın da timsalında bütün şəhidlərin hamısına rəhmət eləsin. Amin inşallah. Allah səbrinizi versin bana. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا Füzuli və Elvinin timsalında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. محمد وآل محمد